Salam, hər vaxtınız xeyir olsun. Deməli, bugün bizim dərsimiz tənliklər sistemidir. Tənliklər sistemi haqqında ümumi bir məlumat isə mən deyim, sonra isə keçək testlərin necə həll olunacağına. Deməli, burada əsas biz nəyə önəm veririk tənliklər sistemində? Burada iki dəyişənli xətti tənlik götürməliyik. İki dəyişən. Biz həmişə məsələn bir dəyişənli işlədirdik. Ya x-i tapırdıq, ya məsələn y, z bir dənə olurdu. İki dəyişənli olanda ax üstə gəlinsin by bərabərdir c. Bu şəkildə bizə verilən tənlik iki dəyişənli xətti tənlik adlanır. Niyə iki dəyişən? Burada a, b, c. Bunlar ədəddir. Yəni hər hansı 2-dir, 3-dür, 5-dir, -1, -2 fərqi yoxdur, ədəddir. X ilə y isə bizim dəyişənlərdir. Yəni həm x, həm y bizim tənliyin köküdür. Burada indi biz bu deyilənləri yazdıq. Burada ortaq həlli axtarılan iki tənlik verilir. Tənliklər sistemində iki dənə tənlik verilir. Yəni bir dənə bundan verilir, yerində bunun ikincisi də verilir. Məsələn, indi bunu yazaq biz tənliklər sistemini necə qururuq? Yaranır ki, a1x üstə gəlinsin b1y bərabərdir c1. Sonra yazırıq ki, a2x üstə gələk b2y bərabərdir c2-yə. Və bizdən bu iki tənliyi verir. Burada gördüyünüz baxın nümunələrdir. Bunları bizə verir. Bizdən yəni hər hansı bir ifaya x istəyir, ya y istəyir bu şəkildə. Daha sonra biz burada nəyə keçirik? Burada ən əsas qayda həllərin sayıdır. Həllərin sayı. Yəni x-dan y-dən nə zaman bir kökü nə zaman bir kökü olur, nə zaman həll olunur, nə zaman sonsuz sayda olur ona baxırıq. İlk növbədə bizim birinci qayda. Əgər onu geri qaytarım istəyirsiniz. Dənə baxaq. Bax bu şəkildə birinci söhbət nədən gedir? Yeganə həlli var. Həlli var. Bu nə deməkdir? Yeganə həlli var dedikdə A1-i A2, bax bu yəni bu alt-alta bunları bölürük. A1-i A2-yə bərabər olmur B1-i B2-yə bölsək. Bu şərt yəni buradakıdır. Bax B1 A1. Bölsək yeganə həlli var. Bərabər olmalıdır. İkinci həlli yoxdur. Görək nə zaman həlli olmur bizim tənliklər sistemimizin. A1-i A2-yə böldüsək, bu bərabərdir. B1-i B2-yə bölürük. Bu bərabər olmur. C1-i C2-yə bölsək. Bu şərtdə. Üçüncü isə sonsuz sayda həlli var. Sonsuz sayda. Bu zaman isə hər biri bərabər olur. Yəni A1-i A2-yə bölsək, bərabərdir B1-i bölürük B2-yə. Bunlara aid misal işləyəcəyik. C1-i C2-yə böldük isə sonsuz sayda həll olacaq. Daha sonra biz deyirik ki, bunlara aid indi qaydalara baxaq. Yəni qaydanı tətbiq edək də artıq. Məsələn, x, y-i necə həll edirik? Bunlara baxaq. Həll yolları müxtəlifdir təbii ki də. Məsələn, tənliklər sistemini tərəf-tərəfə toplamaqla ya əvəz etmə üsulu ilə həll etmə yolları. Məsələn, 4-cü sual. Görürəm ki, burada da mən toplasam nəsə əldə edə bilmirəm. Məndən x-i soruşur. Mən nə edirəm? Aşağını 2-yə vururam. Bax, aşağını. Yuxarı olduğu kimi qalır. Aşağını 2-yə vursam olur 2x üstə gələk 2y bərabərdir 11. Mən nə etdim? 2-yə vurdum ki, toplayanda x-lar gedir. Amma baxıram məndən x-i soruşur. Belə də tapa bilərəm. Y-i tapıb yerinə qoyub x-i da. Bu zaman mən istəyirəm mənim x-im əlimdə qalsın da x-i yox eləməyim. Bu zaman mən y-i yox eləmək istəyirəm. Onda yuxarını ya aşağını fərqi yoxdur. Mənfiyə vursam bəs. Yuxarını mənfiyə vursam, yəni olur mənfi y üstə gəlinsin 2x bərabərdir müsbət 4. Aşağı olduğu kimi köçürürəm. Bunu tərəf-tərəfə toplayıram. Görürəm ki, toplasam bu y-lə bu y getdi. 2x-dən x-i toplasam 3x bərabər 4-lə də 11 toplayıram 15. X da bərabərdir 5. Yəni B variantı.
Bizdən x-i soruşursa, mən y-i yox eləməliyəm də. Yəni, bir dənə tənliyi necə bir dənə köklə tapım. Ona görə y-i yox eləməyin yoluna baxıram. Görün, ikisini də tərəf-tərəfə toplasam, alınmır. Amma desəydiniz, müəllim, bunu çıxa bilərəm də. Yəni, yuxarıdan aşağını çıxsam da yenə eyni cavab alınır. Çünki y-dən y-onda çıxılacaq, cavabların həll olunacaq. Və yaxud da ki, elə toplasaq da elə eyni bir şey idi. Xeyr, toplasaq alınmır. Sonra 5-ci suala baxıram. Məndən x-dan y-i soruşur. Yəni, x vuraq y-i. Deməli, mən həm x-i tapmalıyam, həm y-i tapmalıyam. Bu zaman nə edirəm? Tərəf-tərəfə toplayıram. Birinci birini tapıb, sonra yerinə qoyub, tərəf-tərəfə toplasam 2x. Bax, x-dan x-i topladım 2x. Y-lə mənfi y 0 eləyir. Getdi. Bərabər 4 ilə 6-yı toplayıram. Eləyir 10. X-i tapdım 5. X-in 5-dir. Gətirib 5-i yerinə qoyuram istədiyində. 5 üstə gələk y bərabərdir 4. Deməli, y mənfi 1 imiş. Tapdım. Deyir, x-i y-ə vur. Yəni, 5-i vur mənfi 1-ə. Cavab oldu mənfi 5 y variantı. Bu qayda ilə digərləri, məsələn, 6-cı sualda, indi 6-yı da axırıncı yazıram, kifayət eləyər. Məncə səs odur ki, sualın məğzi başa düşüldü. İstəsəz əvəz etmə üsulu ilə də yazarsınız, bu üsulla da yazarsınız, rahatdır. Burada da yenə 6-cı sualda tərəf-tərəfə toplasaq 3x eləyir. X-lar 3x verir bizə. 3x bərabərdir 9, x-i tapdıq 3. X 3-dür. Gətirib mən burada yerinə yazıram. 3 çıxaq y bərabərdir 4. Y deməli nəymiş? Mənfi 1 imiş. Cavab oldu bizdən x. Elə x-i soruşur. Elə x də 3-dür də. Heç y lazım deyilmiş. Keçirəm digər o həlli var ya həlli yoxdur tipli suallar. Məsələn, birinci sual. Bir də izah verim sizlər üçün. Məsələn, deyir ki, tənliklər sisteminin həlli yoxdur. Mən nə demişdim? Həlli yoxdurun qaydası necə idi? A1 A2-yə bərabər deyil B1 B2-yə. Bu nə idi? Yeganə həlli var. Yəni, bir dənə. Həlli yoxdur da isə, indi bunu silim, məndən həlli yoxdur soruşur. Gəlin elə promoy həlli yoxdur düsturuna yazaq. A1 bölünsün A2 bərabərdir. B1 bölünsün B2 bərabər deyil. C1 bölünsün C2-yə. Mən burada A1'im A'dır. Bölürəm A bölünsün A2'm 2'dir. X-in Y-in əmsallarıdır. 8 bölək burada B2'm A'dır. Burada da bərabər deyil 3 bölək 5'ə. Mən bu hissəni bərabər deyil. Birinci hissəni çarpaz vururam. Bax, qarşı-qarşıya. A kvadratı bərabərdir 16. A da bərabərdir. Nə? Plus minus 4. Mənfi 4 müsbətdir. Amma mənə deyir A parametri müsbət qiyməti. Yəni onda Y variantı müsbəti götürəm. Yəni müsbət 4. Üçüncü suala baxıram. 2 eynisidir deyə. Üçüncü sualda sonsuz sayda. Mən də bilirəm sonsuz sayda o deməkdir. A1'i bölürəm A2'yə. Birinci özün üçün qaydanı mütləq yazın. Yazaq. A1 bölünsün A2 bərabərdir. B1 bölünsün B2 bərabərdir. C1 bölünsün C2. A1'in x-in əmsalı 1'dir. 1 bölünsün 3 bərabərdir. B1'im m'dir. B2'm də mənfi 2'dir. Mənfiyə də diqqət edək. Bu da C1 2'dir. C1'im 2'dir. C2'm də 6'dır. Mən m'i istəyirəm buradan taparam, istəyirəm buradan. Fərqi yoxdur, eyni cavab alınır. 3e mən birincidən götürürəm. Baxın, bir dənə gözləyin, göstərim. Birinciyə baxın, buradan. Çarpaz vururam. 3m bərabərdir mənfi 2'yə. M də bərabərdir mənfi 3'də 2. Mənfi 3'də 2 də A variantı. Səndən m'i soruşurdu. Bizim tənliklər sisteminin qaydası bu qədər. İnşallah ki, aydın oldu. Nəsə qaranlıq qalsa da bildirərsiniz.